Hello, səninlə pizza haqqı denənə qurban. Və dedim, biraz belə mukbang tər çəkim. Mukbang deyil, belə ye danışım sizlə. Ye danışmaq sevməyənlər baxmayacaq. Deyirəm ki, bəlkə baxış sayını artırmaq üçün göplüyüm mən də. Məşhur olmaq üçün göp edib bəziləri. Söhbət o tanınmış influencerlərdən getmir. O yazıqlar heç vaxt göp deyilmir. Kimi yuxarı qalxıb, kimi kasıblıqdan dövlətlənib halaldır. Bahalı da reklamlar eləyirlər əlbəttə ki. Amma susurlar. Maşında alırlar, evdə alırlar. Yolda keçirdim, kafelerini falan gördüm, halal xoşları. Söhbət sonradan görmələrdən gedir. Hardasa 2000 civarında pul qazanıb, onu da gic-gic özünün özöksüz əyin başına xərcləyən, nə bilim, yeməyinə, içməyinə, gəzməyinə xərcləyib, mən çox pul qazanıram. Valideynlərinin əldə etdiklərini öz adına deyim. Mən bu evi aldım, mən maşını aldım, mən bunu elədim, mən onu elədim, mən onu remont elədim, halbuki fakt. Sənin qazandığın özünə aiddir, özüncədir. Valideynin qazandığını öz adına yazır. Və məktəb uşaqları bir də ki, alt paltarının pulunu belə ərindən güclə alan gəlinlər. Ben də deyirəm, mən çox bahalı reklam edirəm. Deyəm, trendi o mənə sərf eləmir, vaxtım alır, onun yerinə videodan pul qazanardım deyib, sonra şirin çaya dönərəm, blogerliklərdən söhbət gedir. Baxış sayı bu və ya digər formada yüksək olsa da, yaxşı reklamları olmadığı haldan obraların paxıllığını çəkən, ucuz reklam edənlərə bilmirəm, mən o qədər reklam deyirlər. Axırda da nə olur? Hamiyə təklif olunan yanqıl, baxış sayına görə trend yox. İldə də bir dəfə olur ya olmur məndən betər reklamı. Və yaxud bəzi aparıcılar kimi. Mən 1 saat canlıda 100 manat qazanıram ya 100 dolar. Sən 1 saat canlıda 100 dolar ya 100 manat qazansaydım. 1000-2000 manatlıq niyə qeyb aparıcı olardım? Nətəyim də otur. 1 saatı 100 mü qazanırsan, 900 mü qazanırsan, 500 mü qazanırsan, qazan da bə. Nə də atan? Dedim, mənə qoymadım. Və baxış sayı yüksək olur. Yenə də deyirəm, sözüm, o hər kəsin sevdiyi, düz mən izləmirəm. Yerli influencerlardan getmir, həqiqətən bahalı reklamlar eləyirlər, reklamları 500-dən 1000-dən minimum başlayır. Onlardan söhbət getmir. Onların çoxunu da tanıyıram, hörmətim də var, bacarınacam qurbanım. Reklam üçün tüpürdüyünü yalayanlardan gedir. Bu yandan kiməsə çuşqa deyir, sonra ona rəfiqəm deyir ki, onun baxış sayında, onun izləyiciləri ona gəlsin, onun da reklam verənləri ona gəlsin. Başına döndüyüm onun reklamlarım ona gəlmədi. Necə bilirsiniz? Mən də göplüyüm, göpa basım, baxış sayım artar. Çox baxarsınız mənə, yalanlara başlayayım mı demək? Başlayayım mən də yalanlar danışmağa. Sevərsiniz məni, məşhur edərsiniz məni, baxış sayımı artırarsınız. Məncə hər şey göz qabağındadır. Hər parıldayan brilyant deyil. Şüşə də işıq bucağında brilyant kimi parıldayır. Hətta hərdən elə sirkonun elə cilalayırlar ki, almazın cilalanması ki, cilalanıb brilyant olması qədər brilyantdan ayrılmır. Bir qədər ayıq-sayıq olun, hər deyilən yalana inanmayın. Səmimilərin tərəfində olur. Yenə də deyirəm, utanılmış qızlardan söhbət getmir. Bəzilərindən gedir, bəziləri fake profildən izləyir. Sizləri sevirəm, amma mən qopçu ola bilmirəm. Yalan əlimdən gəlmir. Ona görə də baxış sayılmaz. Olsun, az olsun, saz olsun. Sizləri sevirəm. Hoşça kal. Səlim də yedi qutardı, gedə bilərik.